ondan bundan ne bileyim efir sözü de değil demeyeyim də, amma ki uşaq dünyaya gətirib onu təqdim edən, dədəsi bilinmir kimdir və yaxud da ki bilməm bir müğənni sevgilisinin qolunu paylaşır, biri burnunu paylaşır, biri qulağını paylaşır. Ondansa paylaşmayın da, heç olmasa belə həyat tərzi keçirdiyinizi insanlara da göstərməyin. Madem ki şəxs yanınızdadır, bütövlüyü ilə paylaşın da, hamı da bilsin ki sizin həyatınızda olan kimdir. Düzdür, daha çox həcələrlə dəbdədir bizim müğənnilərdə. İndi həcə də heç getdiyi yolu bilmir, hansı yolu gedir. Yəni həcə, valla siz də mənə bağışlayın, belə əndamı çöldə olan bir müğənnini necə həyatında saxlayır, bu necə həcədir? Lütlərin həcisidir, yoxsa kimlərin həcisidir? Belə çox maraqlıdır. Bəs deyirik ki, Məkkə ziyarətgah, ora gedənlər, gələnlər, nə bilim, ora açıq gedənlər də gedir, bağlanır, deyir ki, məsələn, Məkkəni ziyarət eləmişəm, artıq örtülü olacağım. Bir Azərbaycan xanımı, bir müsəlman xanım açıq gəzməlidir. Amma bizim həcələr nə qədər lüt müğənnilər var, onları üzr istəyirəm sözümə görə, amma ki bu saxlayır sözü. Dəbdədir də bizə filankəsi saxlayır. Elə bil valla bunlar nə bilim maldılar, qaradılar, bunların otlarını verirsən, yemlərini qoyursan qabağa. O deyir, neçə baş mal heyvanın var? Deyir ki bir 50 baş